Aşkım su gel tez basar kargolarımı birlikte açaq. Bershka'dan belə ikili saç aksesuarı aldım. Materiallar çox qəşəngdir. Saçımı kulatka eləyəndə bunlardan istifadə edəcəm. Daha sonra belə baby blue bir pencək almışam. Önü belə düyməlidir və özünün kəməri var. Altına başqa bir şeylə təbii ki, bu şalvarla heç getmədi. Siz belə baxın. Bunu bilirsiniz necə qəşəng kombinləmək olar. İçimdə elə ağ tişört, ağ şalvar və bu. Daha sonra Ordinary'nin yeni çıxan bir məhsulu var. Bu Rice Lipids məhsulunu bəlkə TikTok'da ya da Instagram'da görmüsünüz, bəlkə qabağınıza çıxıb. Amma çox qəşəng nəmləndirdiyini vaad eləyir və deyilənə görə dərinin baryerini çox düzəldir. Yoxlayaq, baxaq. Eyni pencəyin qara rəngində almışam. Mənim Zara'dan sadə qara pencəyim var idi, amma belə önü bağlamalı bir pencək dedim, niyə də olmasın. Məncə qara çox qurtarıcı bir rəngdir və hər şeylə də, yəni çox şeylə də kombinləndiyi üçün qurtarıcıdır. Mən nədənsə qara rəngini daha çox bəyəndim. Bəs siz mavi yoxsa bu? Göstərdiyim hər şeyin linkini təbii ki paylaşacağım. Storylərimdən və önə çıxanlarımdan tapa bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkürlər. Bilirsiniz ki sizi çox sevirəm. Bye.